Salam uşaqlar. Bugünkü mövzumuz birləşmələr nəzəriyyəsi olacaq. Başlayaq birinci sualla. Permutasiya 5-dən 5-ə bölə permutasiya 5-dən 4-ə ifadəsinin qiymətini tapın. Bəzi qeydləri burada yazaq birinci. Biz bilirik ki, permutasiya n-dən n-ə həmçinin bərabərdir permutasiya n-dən n çıxaq 1-ə. Bu da bərabərdir n faktoriyalı. Bu nədən alınır? Məsələn, birinci sualı yazsaq, permutasiya 5-dən 5 bərabər surətdə 5 faktorial, məxrəcdə isə onların fərqi faktorial, yəni 5 çıxaq 5 faktorial. Bu bizə verəcək 5 faktorial bölək 0 faktorial. 0 faktorial bizə 1 verdiyi üçün alınan nəticə 5 faktorial olacaq. Eyni zamanda 5-dən 4-ə də 5 faktorial bölək bunların fərqi faktorial. Yəni 5 çıxaq 4 faktorial. Eyni zamanda 5 faktorial bölək 1 faktorial. Bu da bizə 5 faktorial verəcək. Yəni nəticədə bizdə 0 faktorial 1-ə bərabər olduğundan elə 1 faktoriala bərabərdir. Ona görə bunlar bir-birinə bərabər olur. Düsturu burada qeyd edək. Deməli, birinci sualda 5 faktoriala nisbəti bizə 1 verəcək. İkinci sual üçün də oxşardır. 4-dən 4-ə bizə 4 faktorialı verəcək. Həmçinin 4-dən 3-ə də 4 faktorial. Bu da bizə 1 verəcək. Üçüncü sual. 9 faktorial bölək 5 faktorial vuraq 4 faktorial. 9 faktorialı 5 faktorial vuraq 6, 7, 8, 9 hasili kimi yazsaq, 5 faktorialı saxlayaq olduğu kimi ixtisar olunması üçün 4 faktorialda 4 vuraq 3, vuraq 2, vuraq 1 kimi yazsaq, bunlar ixtisar gedəcək. 4 ilə 2-nin hasili 8-dən ixtisar gedəcək, 3 ilə 6 ixtisar gedəcək. Burada 2 qalacaq, alınacaq 126. 4, 10 faktorialı 8 faktorial, vuraq 9, vuraq 10 kimi yazsaq, 8 faktorial, 2 faktorialda 2 vuraq 1 kimi. Bu da bizə verəcək 45. Yəni C. 5-də kombinizon 5-dən 3, 8-dən 5-ə. 8-dən 5 elə bizə 8-dən 3-ü verəcək. Bunda necə yazırdıq? 8 vuraq 7 vuraq 6 bölək 3 faktorial. Yəni 3 vuraq 2 vuraq 1. Bu bizə 6 verəcək. İxtisar olunacaq 56. Kombinizon 6-dan 3. 6-dan 3-ü yaza bilərik. 6 vuraq 5 vuraq 4. Məxrəcdə 3 vuraq 2 vuraq 1. 6-lar ixtisar gedəcək. Burada alınacaq 20. Doğru cavab 6-da B. 7-də məxrəcdəki m üstəgəl 1 faktorialı m faktorial vuraq m üstəgəl 1 kimi yazsaq, surətdə də m faktorial bərabər 5-də 1. M faktoriallar ixtisar gedəcək. 1 bölək m üstəgəl 1 bərabər 5-də 1. Buradan m-i tapsaq, m-in 4 olduğunu görə bilərik. Doğru cavab D. 8 də oxşar sualdır. Məxrəcdəki m faktorialı yazaq. M çıxaq 1 faktorial, vuraq m faktorial, vuraq m. Surətdə də m çıxaq 1 faktorial. Bərabər 6-da 1. M çıxaq 1 faktoriallar ixtisar gedəcək. 1 bölək m bərabər 6-da 1. Buradan m-in 6 olduğunu görə bilirik. Doğru cavab A. 9. Permutasiya 10-dan 3-ə. Bunun hesablanması daha rahatdır. 10, 9, 8 hasili. Bu da bizə verəcək 720. Permutasiya 7-dən 3 nə deməkdir? 7, 6, 5. 30-u 7-yə vursaq 210. D. 11-də permutasiya 8-dən 3-ə. Yəni 8, 7, 6 bərabər. Bunları bir-birinə vursaq 336. Doğru cavab C.
M faktoriyalı yazaq. M çıxaq 1 faktorial. Vuraq M. Suratda da M çıxaq 1 faktorial. Bərabər 1 bölü 10. M çıxaq 1 faktoriallar ixtisar gedir buradan. Qalır M bərabər 10. Doğru cavab B. 13. Suratdakı n üstəgəl 1 faktorialı yazaq. N faktorial vuraq. N üstəgəl 1 hasili kimi. Məxrəcdə də n faktorial bərabər 105. N üstəgəl n faktoriallar ixtisar gedəcək. Qalacaq n üstəgəl 1 bərabər 105. N buradan alınacaq 104. Doğru cavab C. 14 də oxşar sualdır. N üstəgəl 1 faktorialı n faktorial vuraq n üstəgəl 1 kimi yazsaq. N faktoriallar ixtisar gedəcək. N üstəgəl 1 bərabər 38. N-i buradan 37 alırıq. 15. Permutasiya 6-dan 6, 6 faktorial verəcək bizə. Çıxaq 4-dən 4, 4 faktorial. Bunu hesablayıb da yaza bilərsiniz. 6 faktorialı 4 faktorial. Vuraq 5, vuraq 6 kimi yazsaq. Çıxaq 4 faktorial. Buradan 4 faktorialı mötərizə xaricinə çıxarsaq. Alınır 30 çıxaq 1. 4 faktorial bizə 4 vuraq 3 vuraq 2 1 çıxaq 29 vuraq 29. 12 24 24 vuraq 29. 696. Doğru cavab D. Bunu elə yazsaydıq daha yaxşı idi. 6 faktorial çıxaq 4 faktorial. 6 faktorial bizə 720-ni verir. Çıxaq 4 faktorial da bizə 24-ü verir. 696. Belə də yaza bilərdik. 16. 5 faktorial çıxaq. Kombinizon 5-dən 3-ü 5-dən 2 kimi yaza bilərik. O da 5 vuraq 4 bölə 2 kimi yaza bilərik. 5 faktorial bizə 120-ni verəcək. Çıxaq 10. Bizə verəcək 110. Doğru cavab 16-da B. Suratdakı 6 faktorialı 5 faktorial vuraq 6 kimi yazsaq. 5 faktorial vuraq 6. Üstəgəl 5 faktorial, məxrəcdə 7 faktorial qalsın. Suratdan 5 faktorialı çıxarsaq mötərizə xaricinə alınır 6 üstəgəl 1. Məxrəcdə 7 faktorial. 5 faktorial vuraq 6 üstəgəl 1 7. Məxrəcdə də 7 faktorialı 5 faktorial vuraq 6 vuraq 7 kimi yazsaq. İxtisar olunacaq 6-da 1 qalacaq. Doğru cavab 17-də A. 18. Surətdən 5 faktorialı çıxarsaq mötərizə xaricinə alınır 6 çıxaq 1. Məxrəcdə də 5 faktorial vuraq 6 vuraq 7. 5 faktoriallar ixtisar gedəcək. Surətdə qalacaq 5. Məxrəcdə 42. Doğru cavab 18-də A. 19. Surətdə 55 faktorialı 54 faktorial vuraq 55 kimi yazsaq. Məxrəcdə 54 faktorial çıxaq. 54-ü də eyni zamanda 53 faktorial vuraq 54 kimi yazsaq. Məxrəc 53 faktorial. Bunlar ixtisar gedəcək. 55 çıxaq 54. 1 alırıq. Doğru cavab A. 20 eyni. 10 faktorialı 9 faktoriala bölsək 10 alarıq. 9-u 8-ə bölsək 9 alarıq. Bu da bizə verəcək 1. Doğru cavab Y. 5 faktorial çıxaq 2 faktorial. 5 faktorial bizə 120-ni verir. 2 faktorial da 2. Bizə verəcək 118. D. 4 faktorial bizə 24. Üstəgəl 3 faktorial da 6-nı verəcək. Toplasaq 30 alarıq. 23. Kombinizon 6-dan 2-ni yaza bilərik. 6 vuraq 5 bölə 2. Üstəgəl permutasiya 5-dən 2-ni 5 vuraq 4. 15 üstəgəl 20. 35.
B. 5 faktorial çıxaq 1. 5 faktorial 120 verir bizə. 1 çıxsaq 119. Üzərinə 1 gəlsə 121. Məxrəc 121. İxtisar olunacaq 119 qalacaq. 24-də B. 25. 4 faktorial bizə verəcək 24. 1 çıxsaq 23. 24-ün üzərinə 1 gəlsə 25. Belə 25. İxtisar olunacaq 23 qalacaq. 6 faktorial bölək. Məxrəcdə 5-dən 3-ü yaza bilərik. 5 vuraq 4 vuraq 3. 6 faktorial dəyəni ilə 5 vuraq 4, 3, 2, 1 hasili kimi yazsaq. 5, 4, 3'lər ixtisar gedir. Qalacaq 12. Doğru cavab B. 27. 7 faktorialı 7, 6, 5, 4, 3, 2 kimi yazsaq. Permutasiya 6'dan 4, 6, 5, 4, 3. 5, 4, 3 ixtisar gedəcək. 7, 2 hasili 14. Doğru cavab C. 28. Permutasiya 10'dan 10 bizə 10 faktorialı verir. 8'dən 8'də 8 faktorialı. Burada da qalır 9 vuraq 10, yəni 90. Doğru cavab 28'də Y. 29 eyni zamanda 11 faktorial bölək 9 faktorial. Qalacaq burada 10 vuraq 11. Yəni 110. 29'da 30'da. 0-dan 9'a qədər olan çoxluğun 4 elementli neçə alt çoxluğu var? Ümumilikdə 10 element var. Yəni kombinezon 10'dan 4 elementini soruşur. Olur 10'dan 4. Yazaq 10 vuraq 9 vuraq 8 7 bölək 4 vuraq 3 vuraq 2 vuraq 1 bərabər. 4 ilə 2 8 ilə ixtisar gedir. 3 ilə 9 ixtisar gedir. 3 qalır. 30'u 7'yə vursaq 210. 30'da doğru cavab C. 31 həmçinin kombinezon 10'dan 3 element soruşur. 10'dan 3. 10, 9, 8, məxrəc 3, 2, 1. 9'dan 3 ixtisar gedir. 2 ilə də 8. 30'u 4'ə vursaq 120. Doğru cavab 31'də C. Çevrə üzərində olan 6 nöqtədə neçə düz xətt keçirmək olar? Çevrə üzərində 1, 2, 3, 4, 5, 6. 6 nöqtədə neçə düz xətt keçirmək olar? Fikir verin. 2 nöqtədən bir düz xətt keçirmək olur. Yalnız 2 nöqtədən bir düz xətt keçirmək olur. Deməli bizə düz xəttin yaranması üçün 2 nöqtə lazımdır. Bizdə ümumilikdə 6 nöqtə var. Kombinezon 6'dan 2'yə. Yəni 6, 5 bölək 2. 15 düz xətt keçirmək olacaq. 32'də Y. Eyni zamanda 33'də də həmçinin 5 nöqtədən 5'dən 2 nöqtədən bir düz xətt keçirmək olur. 5'dən 2'yə. 5 vuraq 4 bölək 2. Yəni 10. Doğru cavab B. 34. Permutasiya 6'dan 6 bizə 6 faktorial verəcək. 4'dən 4 4 faktorial. Məxrəc 5 faktorial. Surətdən 4 faktorial mötərizə xaricinə çıxarsaq, mötərizədə qalacaq 5 vuraq 6 üstə gəl 1. 5 faktorialda məxrəcdəki 5 faktorial 4 faktorial vuraq 5 kimi yazsaq. 4 faktoriallar ixtisar gedəcək. 31 bölək 5 alarıq. Bu da bizə verəcək 10'da 62. Yəni 6/2. Doğru cavab C. 35. 5 faktorial üstə gəl 6 faktorial bölək 7 faktorial. Surətdən 5 faktorialı mötərizə xaricinə çıxarsaq, burada alınır 1 üstə gəl 6, yəni 7. Məxrəcdə də 7 faktorialı 5 faktorial vuraq 6 vuraq 7 kimi yazsaq, cavab 6'da 1 alınacaq. Doğru cavab C. 36.
Yine oxşar sualdır. 7'den 7, 7 faktorial çıxar 5 faktorial. Məxrəcdə 6 faktorial. Surətdəki fərqdən 5 faktorialın mötərizə xaricinə çıxarsaq 6 vur 7, 42 çıxar 1, 41 alarıq. Məxrəcdə də 5 faktorial vuraq 6 kimi yazsaq alınır 41 bölək 6. Yəni 6 tam 6'da 5. Doğru cavab Y. 37. Binomun açılışında 4-cü həddin əmsalını tapın. Kombinezon 6'dan. Biz bunların açılışını yazanda 0'dan başlayırıq. Bizə 4-cü həddi soruşduğu üçün kombinezon 6'dan 3 olacaq. 3 üstü 6 çıxaq 3, 3. Mənfi x üstü 3. 6'dan 3 bizə verəcək 6 vuraq 5 vuraq 4 bölək 3 vuraq 2 vuraq 1. 3 üstü 3 27. Mənfi x üstü 3 də elə mənfi x üstü 3 verəcək bizə. Mənfini atırıq kəsrin qabağına. Bərabər. Bunlar 6 ilə ixtisar gedir. 20 qalır. 20'ni 27'yə vursaq 540. Yəni mənfi 540 x üstü 3. Bizdə həddin əmsalını soruşur. Mənfi 540. 37'də C. 38. Kombinezon 8'dən 3'ə. 8'dən 3'ü 8 vuraq 7 vuraq 6. Məxrəcdə 3 faktorial yəni 6. Üstə gəl. Permutasiya 9'dan 4'ə 9 vuraq 8 7 6 bölək 4 faktorial. Yəni 4 3 2 1. 6'lar ixtisar gedir buradan birinci kəsirdən 56 üstə gəl. 3 2 hasili 6 ilə 8 ilə də 4 ixtisar getsə 18 vuraq 7. Deməli burada alındı 18 vuraq 7. 126. Bu da bizə verəcək 182. Doğru cavab 38'də Y. 39. Permutasiya 4'dən 2 4 vuraq 3. 3'dən 1 elə 3 verəcək bizə. Məxrəc 3 faktorial yəni 3 vuraq 2 vuraq 1. 3 4 ilə də 2 ixtisar gedir 2. 2 3 hasili bizə verəcək 6. 39'da D. 40 yazaq. Kombinezon 5'dən 2'yə yazırıq 5 vuraq 4 bölək 2 vuraq 2'dən 2 permutasiya 2 faktorial yəni 2. Məxrəc də 3'dən 2'yə yəni 3 vuraq 2. Burada 2'lər ixtisar gedəcək. Surətdə qalır 20. Məxrəcdə 6. 3'də 10. 3 tam 3'də 1. 40'da doğru cavab Y. 41. Burada 8 qırmızı 6 ağ çiçək var. Buket düzəltmək üçün 3'ü qırmızı, ikisi ağ olmaqla 5 çiçəyi neçə üsulla seçmək olar? 8 qırmızı var, 3 qırmızı seçməliyik. Yəni kombinezon 8'dən 3'ə. 6 çiçək, ağ çiçək var. Bizdə 2 ağ çiçək seçməliyik. Kombinezon 6'dan 2'ə. Bizdə 5 çiçəyi seçməyini soruşur. 3, 2. Deməli, vururuq bunları ki 5 çiçək alınsın. 8'dən 3'ü yazırıq. 8, 7, 6 bölək 6. Vuraq. 6'dan 2, 6 vuraq 5 bölək 2. 6'lar ixtisar gedəcək 56. Vuraq. 30'u 2'yə bölsək 15. 56'nı 15'ə vursaq 840. Doğru cavab 41'də C. 840 C. 42. Orta həddin binomal əmsalını soruşur. Orta həddin binomal əmsalı kombinezon 8'dən 4'ə olacaq. 42'də B. Burada da həmçinin orta həddi soruşur. 6'dan 3. 43'də Y. 44'də. Binomun açılışında binomal əmsalların cəmi 128 olarsa, binomal əmsalların cəmi 2 üstəyənə bərabərdir. 128'ə bərabərdir. Deməli, buradan 2 üstəyən 128 2 üstü 7'dir. N bərabər 7'yə. X üstə gəl 1 üstü 7. Bizdən 5-ci həddi soruşur. Yəni kombinezon 7'dən 4'ə 5-ci həddi soruşduğu üçün X üstü bunların fərqi 3. 1 üstü
4 bərabər 7-dən 4 elə 7-dən 3'ü verəcək. 7, 6, 5, 3 faktorial məxrəcdə 6. Vuraq x üstü 3. Bu da bizə verəcək 35 x üstü 3. 35 x üstü 3. Doğru cavab 44'də Y. 45 x təqəl 1 üstü n binomun açılışındakı tək yerdə duran binomal əmsalların cəmi ilə cüt yerdə duran binomal əmsalların cəmi 64'ə bərabər olarsa 4-cü həddini tapın. Tək yerdə duran binomal əmsalların cəmi ilə cüt yerdə dayanan binomal əmsalların cəmi bir-birinə bərabər olur. Ümumilikdə isə 2 üstü n-ə bərabərdir biz bilirik. Yəni 2 üstü n-i biz əgər 2'yə bölsək, istər tək yerdə, istər cüt yerdə soruşsun. 2 üstü n-i 2'yə bölsək, biz bunların sayını tapa bilərik və beləliklə 2 üstü n çıxaq 1 alınacaq. Hər ikisində binomal əmsalların cəmi. İstər tək yerdə, istər cüt yerdə. İkisi bir yerdə isə 2 üstü n-ə bərabərdir. Bizə bunların cəmini 64 verib, yəni təklə cütün cəmi ilə bizə binomal əmsalların cəmini verəcək. 2 üstü n bərabər 64. Buradan n-i tapsaq bərabər 6. N 6-dırsa yerinə yazsaq x üstə gəl 1 üstü 6. Bizdən soruşur 4-cü ədəd. 4-cü ədəd kombinizon 6-dan 3 olacaq. X üstü 6 ilə 3'ün fərqini yazırıq. X üstü 1 üstü cəm 6 olması üçün 3. Bərabər 6-dan 3. 6 vuraq 5 vuraq 4 bölək 6. Yəni 3 vuraq 2 vuraq 1. Vuraq x üstü 3. 6'lar ixtisar gedəcək. 20 x üstü 3 alınacaq. Doğru cavab 45'dədir. 46. 4-cü həddin əmsalını soruşur. Kombinizon 7'dən 3, 2 üstü 4, mənfi a üstü 3 olacaq. 7'dən 3'ü hesablasaq, 7 vuraq 6 vuraq 5 bölək 6. Vuraq 2 üstü 4, 16. Mənfi a üstü 3, elə mənfi a üstü 3 verəcək. Mənfini verək kəsrin qabağına. 6'lar ixtisar gedəcək. 35. 35'i 16'ya vursaq, mənfi 560 a üstü 3. Əmsalını soruşur. 46'da doğru cavab C. 47. 7 elementi olan çoxluğun alt çoxluqların sayı bu çoxluğun 5 elementli alt çoxluqların sayından nə qədər çoxdur? Biz bilirik ki, çoxluğun alt çoxluqların sayı 2 üstü n-dən tapılır. 5 elementli alt çoxluqların sayı isə kombinizon 7'dən 5 olacaq. İndi bizdə bütün elementlər olacaq 2 üstü 7. Deyir, nə qədər çoxdur? Sayından nə qədər çoxdur? Çıxacaq kombinizon 7'dən 5'i. 2 üstü 7, 128 çıxaq. Kombinizon 7'dən 5 elə 7'dən 2 deməkdir. Yəni 7 vuraq 6 bölək 2. 128'dən çıxaq 21'i. 107. 47 doğru cavab C. 48 oxşar sualdır. 2 üstü 8 çıxaq. Kombinizon 6 elementli 8'dən 6. Bərabər 228 A hesablayarsınız. Riyaziyyat sözünün hərflərinin yerini dəyişməklə neçə fərqli söz yazmaq olar? Baxaq neçə hərf var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Deməli, surətdə 10 faktorial bölək təkrarlanan hərflərin sayı olan faktorialı. R-dən bir dənədir, I-dən 2 dənə, 2 faktorial. Y-dan 3 dənə 3 faktorial, A-dan 2 dənə 2 faktorial bərabər. Bunu hesablayaq. Deməli 10 faktorialı yazaq, 3 faktorial vuraq 4, 5, 6, 7, 8, 9. Məxrəcdə 2 vuraq 2. Yəni bunu elə kalkulyatorla hesablayaq. Böyük ədəd alınacaq onsuz da. Neçə alınır bu? 151.200. Doğru cevap A. 50. Say 3, 6, 9. 9 faktorial bölək təkrarlanan hərflər. 2A var, 2 faktorial. 2Y var, 2 faktorial. Başqa təkrarlanan ədəd yoxdur.
Bunu da hesablayaq. 90.720. Doğru cevap A.